Selamlar hamıya. Bugün English File Workbook and Student Book'tan dersimiz. I was only dreaming. Was geçmiş zamanda only yalnız deməkdir. Dream arzulamaq, xəyal etmək mənasını verir. Mən yalnız arzulayırdım. Baxaq. I dream about a route means you are going to travel. Deyir, mən xəyal edirdim bunun haqqında. Mən xaricə mən travel, tətilə gedəcəm, strateji gedəcəm. Reading, listening, görək nə deyir. In pairs, say if you think sense statements are true or false. Hansı düz, hansı yanlış seçəcəyik. We can only remember a dream if deyir, biz nə vaxt xatırlayırıq arzulamağa, əgər biz qalxırıq tezdən, in the middle of it. Tezdən wake up uyanırıq. Ortasında middle, orta deməkdir. Yəni biz arzulamağı bacarırıq, əgər biz uyanırıq günün ortasında. We always appear in our dreams. Deyir, biz həmişə appear. Deyir, bizim həmişə ortaya çıxır arzularımız. Peyda olur da, yəni görünür arzularımız. Əlbəttə ki, bu doğrudur. Arzusuz insan yoxdur. People often, insanlar tez-tez deyir, have the same many times. Çox zaman deyir, eyni xəyalı qururlar. Ola bilər, quranlar var. Amma əlbəttə ki, hər bir xəyal özünə məxsusdur. Psychoanalysts use dreams to help their parents. İndi deyir ki, psixoanalitiklər deməkdir. Deyir, hər zaman istifadə edir arzumuzu. Yəni bizə kömək edir. Pasientlərinə kömək edir. Düzdür. Dreams can predict the future. Deyir ki, biz deməli arzular gələcəyə proqnozlaşdırılır da, yəni gələcəyə təxmin edirik, gələcəyə doğru təxmin edirik. İndi B-yə baxırıq. You are going to listen to psychoanalyst telling patient about his dreams, go with the dialogue and list the number pictures. Deməli, burada psixoloqla onun müştərisinin, yəni ki, onun pasiyentinin danışığı var. Görək nə danışırlar. Baxaq. Əslində burada biz səsə qulaq asıb sözü yerinə qoymalıyıq. Sadəcə bizdə yoxdur. Baxın, durmurlar. This is so tell me. Beləliklə de mənə, what did you dream about? Sənin xəyalın haqqında. Patient, yəni pasiyent. Deyir ki, I was at a party. Mən partidəydim. There were a lot of, çoxlu insanlar var idi. What, nə soruşa bilər? What are they? Nə edirdilər? What do they do? Patient. They were, məsələn, onlar nə edə bilərlər? Dans edə bilərlər. And sing mahnı oxuya bilərlər, məsələn. Özümüz qeyd qoysaq da. Sonra Dörmünlər, where are you drinking? Sən içirdin. Yes, I drink. I drink şampan. Mən şampan içirdim məsələn. And sen what daha sonra sən what do you, daha sonra sən nə etdin? Then suddenly qəfildən I go in a garden. Mən getdim məsələn bağçaya. There are a lot of flowers. Orada çoxlu güllər var idi deyək. Çünki zerdən sonra lot of flowers isə çoxlu çiçəklər deyirsə biz xəbəri cəm etməliyik. Ona görə are qoyulur. The flowers, yes. What kind of flowers? Necə deyir? I was, deyir, mən həqiqətən gördüm. I was really see. It was dark. Tündüydü. And I listen her music. Deyir, mən eşitdim, qulaq asırdım. Eşidirdim müziki. Somebody the violin go on. And then I am an
2 idim. A big oval. Oval baykuş. Yine tree ağaçtaydı. How do you do? O nedirdi? Where are you finding? No, no finding. Really, no, but I I felt very cold. Çox soyuq idi. My feet, mənim ayaqlarım bu donmuşdu. Yəni soyuq idi da. And then Sasda nə deyir bilmirik. Your feet, sənin ayaqların very interesting. Çox maraqlıdır. So what? It's doctor. Yəni bunun xəyallı ayaqlarının donmasıysa bu normal xəyal deyil. No dialoq, deməli dialoqa qulaq asdıq, danışdıq. What do you think the patient dream means? Patient'in xəyalının əsası nədir? Much things in the dream, interpreting. İndi bu deyir, bu çalışmaya baxın. You dream, sənin xəyalın, this means, bunun əsası. That you are at a party, sən partidəsənsə, sən necə nəyi seçə bilərik? Gəlin bir-bir baxaq, elə seçək. That you are drinking şampan. Deyirsən, şampan içirsən. Sən sonra about flowers, güllər haqqında. Baxaq, burada güllər uyğun nə var? Aha, sonra this that deməli kitabda parti var idi. Şampan about var idi, volume var idi, oval var idi. That you have cold feet, ayağının donmağı var idi. This means mənası the person you love doesn't love. Yəni deməkdir ki, heç kim sevmir məni. You are going to very fast. Mən çox məşğulam. You will be successful. Sənə uğurlu olacaq. You are feeling positive about the future. Gələcəkdə pozitiv, yaxşı olacaq. You want some romantik bu sən istəyirsən romantik həyatında. You need, sənin ehtiyacın var. Person for help, sənə kömək edən insanlar. Understanding your dreams, sənin xəyalının köməyə ehtiyacı var. Başa düşürməyə. Burada da sizə qulaq asmaq. Knowledge sindromular, interpreting, changing, listening, and look at the pictures about each thing. Computer your partner. That party means he is going to meet people. İnsanlarla görüşür partide. Yəni bunun mənası odur ki, o təklikdən şikayət edir. İstirahətində insanlar olsun. 2-yə baxırıq. Grammar, rules of tense. Look at the chart. Write the sentence below the chart in the correct place in the example column. İndi baxırıq nümunəyə uyğun qeyd edirik zamanları. Məsələn, present simple bilirik ki, indiki zamanda you work in an office. Work gördünüz indiki zaman. Aha. Present continuous olanda working. You are working olacaq. Past simple olanda keçmiş zaman bilir ki was ilə düzəlir. You were olacaq. Past continuous you were working olacaq. Çünki dedik ki deməli continuouslar ing ilə düzəlir. Ona görə going to üstəgəl infinitive. Going to məsələn you going to work. You will work olacaq. Bu da gələcək zaman. Will gələcəkdə olur. Want ondan keçmiş deməkdir. I was drinking champagne. You shall have a meeting with your boss. Deyil, mən görüşəcəm sənin müdürünlə. Bax, was drinking keçmiş davam eticidir. Will have a meeting. I saw görüşüz keçmişdi. Deyil, mən görürəm. An oval baykuşu. You are going to meet. Gördünüz. Going üstəgəl infinitive. You work indiki I am eating. İndiki davam edəcək. Tamam. Present simple. İndi B-yə baxırıq. Not complete the use column. Future plans and prediction. Finish action in the past. Burada nə deyir? İstifadə edirik. Aha. Furniture plans. Future gələcək zamanı planı, gələcək planından deyir danır. Finish action bitmiş planından bitmiş keçmiş zamanda. Things happening indi baş verən indiki davam edəcək. Sonra things happen
Keçmiş, future previous deməli gələcək vədlərindən action verb in past time və keçmiş past simple keçmiş zamanı. Literalist indi baxırıq pronoun burada da sözü basmalıyıq. Listen to sentence 1 6 and underline the stress words information. Yəni ki, məlumat qulaq asmalıyıq. You will have a meeting with your boss. Gələcək zamanı. Somebody was playing was üstəgəl ayıncı keçmiş zamandı. You are going indiki davam etçisi, yəni present simple. How did you feel keçmiş zaman. Did var. Past simple, yəni I am meeting her tonight. Biz görüşəcəyik. Onunla bu gecə görüşürük daha doğrusu. İndiki davam etçi. She doesn't love me. Does indiki zaman. O sevmir məni. Listen and repeat. Deməli bunu oxuduq. Speaking. Vocabulary deməli about haqqında. For üçün. Of yəlikənin şəkilçisi. To bilirsiniz to. With-dəki ilə. İndi görək hansına uyğun gəlir burada. Baxın. What did you dream? Deyir ki, sənin xəyalın last night-la nə işlənəcək? Cümlədə night. Burada məsələn iki variant arasında qalırsa keçirir ikinciyə. What radio station do you usually listen? Listen'dan sonra to işlənir mütləq. Listen to. Listen to ilə işlənir. Bura to yazırıq. To'nun biri getdi. 3 dəfə işlədə bilərik to-nu. Bizdə 2 dəfə bu işlədir. Aha. What do you talk? Talk to ilə işləmir. Heç vaxt onu çıxdıq. Talk deyir ki, sən danışırsan sənin dostların ilə. Nə ola bilər? Burada with var zaten. Yenidən with qoymuruq. Of, talk of biz də for. İndi baxacağıq, o bizlərə də baxaq. Did you wait? Sən deyir gözləyirsən. Bus or avtobus yoxsa metro, train today gözləyirsən bugün. Harda qaldıq? 3-də deyir ki, talk about olacaq. Çünki deyirsən, danışırsan sənin dostun haqqında about with your friends. 4-də dedik ki, olacaq for a bus train deyir. Çünki sən gözləyirsən getmək bugün üçün avtobus yoxsa metro. Uyğun gələndə for'dur. İkincidə də about olacaq bu arada. Çünki deyir ki, sən danışa bilərsən keçən xəyalın haqqında. 5-də nə olacaq? 5-də agree ilə biz işlənir. Bilin. Do you usually deyir. Kim razılaşır həmçinin sənin ailən ilə. Biz olur həm də tərcümə əsasən. 6-ya baxırıq. Are you going to write to anybody tonight? To burada da. 7-yə baxırıq. What do you think boşluq this bu deyirsən, fikirləşirsən. This of this olacaq da. Burada think-lə of. 8-də nə gedəcək? What are you thinking? Deyirsən, fikirləşirsən indi. What nə haqqında olacaq da? About nə haqqında? 9-da nə deyir? Do you often deyir, tez-tez sən argue slaşdan insanlarla biz olacaq. Onda da who was the first deyir, kim birinci person you spoke danışdı. Spoke to olacaq this morning. Aha, bu belə. Bu digər dərsdə indi workbook-a baxaq. I was only dreams deyir ki, only in our dreams are we free. Biz xəyal qurmaqda azadıq. Rest of time we need ways. Bizim vaxtımız var, yəni ki, xəyal qurmağa vaxt çoxdur. Deməli, complex dialoq sözü correct practice şəklə baxaq. Deyir ki, what did you dream about last night? Sən
Deyirsən, xəyal edirsən keçən gecən haqqında. I ran along a dark road. I was run. Görürsüz o runsa keçmiş zamanın davam edicisi olacaq. I was running along a dark road and burada ne olacak? I was olur, was very frightened. Burada da I was playing. Yani geçmiş ve geçmiş davam edici zaman. Gəlir. I was playing. 2-də deməli yenə yox. Burada baxırıq. Burada davam ediciləri qoymalıyıq. Hansı zaman davam edicisi uyğun gəlirsə onu, yəni ki, cümləyə əsasən zamanları tapırıq. Deməli, burada dediyi I was running, was very frightened. The next things I knew I was flying. Uçurdu. Do you often dream? Dream olduğu kimi qalacaq. Burada do olur. Yes, deyir o tez-tez xəyal edir. Yes, I have dreams. I have görürsüz dreamdən sonra I have dreams all the time every night. Are you doing? Ayıncı artırır. Anything tomorrow. Deyir ki, mən deyir edirəm sabah nəsə. No, why? Yox, nə üçün? I am having deyir mən varam partidə. Do you want to come? Sən gəlirsən. Gəlmək istəyirsən daha doğrusu. Boys, oğlanlar. What are you doing? Nə edirsiniz? Hal-hazırda söhbət gedir. Ona görə davam edəcək. Sorry, bağışla. We are practicing. Biz praktika edirik. Athletics tomorrow. Atletik üçün sabaha. No, in the classroom. Not sinifdə yoxdur. Belə, indi baxırıq B-yə. Complete the text with the correct form of the verbs in practice is construction very necessary. Deməli, burada da feilləri vacib yerlərinə qoyuruq. Enişnevskaya S. Şəklə baxaq. İndi deyir ki, what are you going to do this evening? Deyirsən, nə edirsən hər gün? Deyir, burada nə olacaq? Arla sual verilib, yenə arla davam edirik. Are you going watch television? Going olacaq. Are you going? Sonra the answer is probably yes and what did your do olduğu kimi qalır. Did-lə oldu çünki keçmişdə danışır. Did last night çünki did you do niyə oldu? Çünki last night keçən gecə varsa did qoyuruq. 2 dənə did qoyanmarıq. Birincini did qoyuruq. Keçmiş zamanlar. And the night before. Axşamdan əvvəl televizion, yenidən television, yəni every year the average Briton spend olur spends çünki Briton üçüncü şəxsdir, təkdir. Ona görə də s artırırıq. Feillər təkdir, s gəlir axı. The equivalent of what one days watching television that's 3 hours 43 minutes a day. Deyir ki, 41 gün ərzində biz baxırıq 43 saat televizora. This, deməli burada this makes olacaq. Çünki this təkdədir. Feili təkdə olanda s artırılır. Amma isimlərdə əksinə cəmdə olanda s artırılır. Unutmayın. Use this third biggest böyükdür national squares in Avropada. The number one adject deyir ki, bu nömrə television in Avropa onu Greeks who regularly müntəzəm olaraq deməli regularly burada gördüyümüz kimi regularly varsa watch regularly watch who kim ki deyir regularly watch olduğu kimi qalır çünki bu 3 horse 3 saat deyir də s qoyanları axı cəmdədir. Feildir çünki. Sonra but what does TV do?
Does TV do olduğu kimi qalır. TV tek olduğu için does koyduk. Sonra must families no. No, not it olacak. Don't. Don't it olur. Sonra önüne gelir. Don't. In fact, 9 out of 10 young children in Britain watch television. Yok, qabağa getdim deyəsən. Aha, it olur don't it. Deyir think about fikirləşirsən bu haqda və nə vaxt ki you last görürsüz last var yine keçəndisə did olur last have dinner with your children if they turn on olduğu kimi qalır onları yandırır TV tonight bu gecə suggest further conservation instead bu haqda conservation it will probably danışmaq be more interesting maraqlı qalır yəni TV göstərdikdən sonradan söhbət getdiyi üçün burada olur will. Sayıya baxırıq. Sayıda nədir? Sayıda complete the sentence with I will or I am going to hansı olacaq onu seçmək. At midnight on December 31st I am going olur. No, don't worry about money. This is time. Nədən söhbət bu saatdan söhbət gedirsə burada da I am going olur. Davam et zaman yəni. I am pregnant and next summer. Baxın, next summer var. Burada gələcək zaman olur. Will. I can't go out tonight because mən deyir ki, mən gecə qalxamam. Çünki mən başımı yuyacağam hələ. Orada da will olur. Are there are letters for me? Deyirsən məktub mənim üçün var. Just a second var. Will bax. Baxarsan deyir. I am hungry. Mən acam. Sen. Mən will. Burada da deyir ki, hazırlayaram sənin üçün. İndi 2-yə baxırıq. Pronunciation. Burada sözləri səsləndirir. Meeting, görüş. Patient, səbirlik. Champagne, şampan. Successful, uğurlu. Bizlər demişdim səhv etmirəmsə. Tomorrow, sabah. Optimist. Psixoloq, understanding, başa düşmək, praktik elədiyi B-də vocabulary-yə baxırıq. Don't forget to ilə dediyi write ilə dediyi to işlənir, at yox. The physiologist was talking about dreams haqqında danışırdı. Are you listening to işlənir dediyi listeninglə. They was arguing with işlənir. Think about of. I was sitting in the office waiting for gözləmək. I am sorry but I don't agree with olur. Agree ilə biz işlənir. Bunlar söz birləşmələridir ki, hansı feillərlə işlənir. Yəni bunun nəyisə görə seçmirik. Sadəcə qaydası budur, ona görə seçirik. Siz də o feilləri qeyd edin ki, bilin ki, o feillərlə o sözlər, prepositionlar işlənir. Speak ilə də to işlənir. Qeyd edək. Heç tərcüməyə, arxasını oxumağa ehtiyac yoxdur. Qaydanı bilsəz, grammar qeyd edəsiniz. İndi deyir ki, translation, sözlərin translationu. Bunları elə burada dedim. Bir dənə roman. Bu busy, məşğul. Appear, mövcud olmaq. Gone, davam etmək. Special, xüsusi. Başqa da questions time'a keçək. Suallara deyir, can you answer the question? Cavab verə biləcəksən. What do you usually do on Monday morning? Monday, birinci gün səhər deyirsən, nə edirsən? What are you doing next week? İndi gələn həftə sonu nə edəcəksən? Bax, birinci incik davam üçün soruşdu. İndi gələcək zamanda sual verir. Next var, çünki next gələcək həftə deməli. İndi baxın, what did you dream about last night? Keçən gecə xəyalından nə deyirsən? Last night, deməli keçmiş zamandan soruşur. What were you doing at this time? Yesterday və doing var. Və bu da keçmiş davam edici zamandan soruşur. Onunla cavab verməlisiniz. What are you going to do after? Görürsünüz, burada indiki davam edici zaman. Present continuous'dan soruşur. Can you remember? Gərək nəyə xatırladır? Complete each speech with one word. I went to shop. Deyir, mən istəyirəm şopa gedim. But I
Nəyi yoxdur? Money olmaz da. Mən alamıram nəsə. Amma mən don't buy ol. Yox, keçmiş zamandır. Didn't buy olacaq. Deyir ki, when I nə vaxt ki mən the photo everybody was meaning şəkil çəkdim gülərək. Take olacaq da takes the photo şəkil çəkdirmək. Sonra alır take yazılan. Country won the last World Cup. Ki last keçəndən söhbət gedirsə didlə sual verəcəyik. Did. Sonra that's makine bu maşın, bu makine deyir. Düzəlməlidir pasta. Aha. That is indiki zamanısa do olur. Do. Do you think it is due to tonight? Deyir bu gecə sən fikirləşsən yağış yağacaq. He passed the exam. He deməli o keçmədi ki imtahandan, deyir o tənbəldir. Didn't pass olacaq. It's very hot, çox istidir. Will I open? Yəni mən açım pəncərəni soruşur. What time mən açım pəncərəni. İndi hal-hazırda açım. Am. What time she coming? Is she coming olacaq. Bu qədər.